Hamınızı salamlayıram. Bugün Zeki Demirkubuzun Kader filmini psixoloji analiz edəcəyik. Bu videoda daha çox Bekirin niyə depressiv xarakter olduğunu, onun bu hala necə gəldiyini, arxa planda nələr yaşadığından danışacağıq. Burası çok komik ya. Kader filmi sevgi hekayəsindən daha çox travma, asılılıq və depressiv şəxsiyyət quruluşu üzərinə qurulmuş psixoloji bir dramdır. Film bizə iki əsas obraz üzərində Uğur və Bekir vasitəsilə insanın öz daxili boşluqlarına necə münasibət qurduğunu göstərir. Kapının önünde durup düşündüm. Dedim Bekir, bu kapı ahiret kapısı. Bəzi insanlar üçün həyat melanxoli, ağır və iztirabla dolu bir təcrübədir. Arada bir onları ümidləndirən, həyəcanlandıran hadisələr və insanlar həyatlarına girir. Amma o insanlar, o hadisələr həyatlarından çıxan kimi yenə qarşı-qarşıya qaldıqları şey dəyişmir. Öz melanxoliləri, daxili narahatlıqları və bitməyən iztirabları. Cəmiyyətdə biz bu insanları adətən depressiv insanlar olaraq adlandırırıq. Kader filmində Bekirin yaşadığı tam olaraq budur. Bekir niyə depressiv bir xarakterdir? Gəlin bu haqda danışaq. Depressiyada ən açıq şəkildə gördüyümüz xüsusiyyətlərdən biri insanın özünü dəyərsiz hiss etməsidir. Bekirin həyatına baxdıqda da bu dəyərsizlik hisslərini olduqca güclü olduğunu görürük. Bunu bizə göstərən əsas məqam odur ki, Bekir özünü davamlı olaraq dəyərsiz bir mövqeyə salmasına baxmayaraq bundan heç vaxt şikayət etmir. Hətta bu dəyərsiz mövqeyi sanki özünə uyğun bir yer kimi qəbul edir. Efendim anne. İyiyim anne, iyiyim, sağ ol. Siz nasılsınız? Yok. Oteldeyim anneciğim, yeni uyandım ondandır. Filmdə gördüyümüz qədərilə illər boyunca Uğur onu qapıdan qovur, ötələyir, yanına yaxın buraxmır. Sanki Bekir hər dəfə qapının çölündə qalan insandır. Davamlı olaraq kənara atılır. Bir növ Bekir qapılarda sürünür. Amma ən diqqət çəkən məqam budur ki, o bu sürünmə halını özünə yaraşdırır və özünü bu mövqedə çıxara bilmir. Sanki bu mövqeyə aidmiş kimi özünü aparır. Söylesene lan. Söylesene lan. Böyle yapma. Nasıl yapma lan? Nasıl yapma? Kendini de beni de ne hale soktuğunu görmüyor musun lan? Hiç gurur yok mu lan sende? Hiç utanmaz mısın? Erkek değil misin lan sen? Erkek değil misin? Daha önəmlisi Bekirin bu dəyərsizlik hisslərinə dair heç bir fərqindəliyi yoxdur. Cəmiyyətdə qürur dediyimiz anlayış əslində insanın özünü dəyərsiz bir mövqeyə layiq görməməsi və oradan uzaqlaşmasıdır. Bir çox insan mən Bekirin yerində olsaydım bu qədər qüursuzluq etməzdim deyir. Amma Bekirdə isə bu mexanizmin işləmədiyini görürük. O Uğurun onun dəf etməsini özünə yaraşdırmamaq kimi bir mövqedə deyil. Bu da bizə onun dərin dəyərsizlik duyğusu yaşadığını göstərir. Depressiyada tez-tez rast gəlinən digər mexanizm isə idealizasiyadır. İdealizasiya insan xarici dünyada bir fiquru, xüsusilə romantik münasibətdə olduğu şəxsi həddindən artıq idealizə edir. Dəyərsizlik hissləri güclü olan insan idealizə etdiyi fiqura yapışaraq, onun yaxınlığında qalaraq öz dəyər hissini süni şəkildə yüksəltməyə çalışır. Bu səbəbdən də o insandan ayrıla bilmir. Çünki onun dəyəri artıq həmin şəxsə bağlıdır. Çox aydın şəkildə Bekirin Uğuru, o olmasa yaşaya bilmərəm, o olmasa həyatın mənası yoxdur, o olmasa mən də yoxam kimi bir yerə qoyduğunu görürük. Bu da Bekirin daxili dəyərsizlik hisslərinin nə qədər yüksək olduğunu və Uğuru necə idealizə etdiyini açıq şəkildə göstərir. Bekirin həyatına baxdıqda onun həqiqətən maraqla bağlandığı, içdən gələn bir əlaqə qurduğu heç nə olmadığını görürük. Ailəsindən ona qalan bir mebel dükanı var, gündəlik olaraq çayxanada dostları ilə okey oynayır. Yəni sadəcə rutinlərlə davam edir. Mağazayı açır, axşam da dostları ilə okey oynamağa gedir. Bu rutinlərin davamlılığı nəticəsində Bekir öz daxili dünyasını tanımayıb, öz istəklərini, arzularını fərq etməyib, kim olduğunu heç vaxt sorğulamayıb. Filmə baxdıqda bunu deyə bilərik ki, böyük ehtimalla onda çox güclü boşluq və anlamsızlıq hissi mövcuddur. Bu boşluq qarşısında onu ilk dəfə mənalı gələn, ilk duyğu yaradan şey Uğur olur və Bekir ona yapışıb qalır. Burası Sırat Köprüsü. Bu sefer de geçersen bir daha geri dönemezsin. İyi düşün dedim. Düşündüm.
Ama olmadı. Dönemedim. Sonra bak oğlum dedim kendi kendime. Yolu yok, çekeceksin. İsyan etmenin faydası yok. Kaderim böyle. Duyğularını bastırması, öz həqiqi mənliyindən uzaq olması onu birbaşa depressiv etmir. Amma bu uzaqlıq onu dünya ilə sağlam və mənalı münasibət qura bilməməsinə səbəb olur. Bunun nəticəsində də daxili boşluq hissi daha da dərinləşir və bu da depressiyada çox tez görülən bir vəziyyətdir. İndi isə Bekirin Uğur'a eşq etiraf etdiyi hissəyə baxaq. Bekirin Uğur'a aşiq olduğunu dediyi andakı ağlamağı əslində onun içindəki çarəsizliyin açıq göstəricisidir. Ne oldu? Ben seni çok seviyorum. Bu eşq qarşısında əlindən heç nə gəlmədiyini düşünməsi, onun yetərsizlik və dəyərsizlik hisslərinin nə qədər yüksək olduğunu göstərir. Çünki aşiq olan insan adətən ümid edir, mübarizə aparır. Amma Bekirdə biz ümid görmürük. O bu münasibətin bir yerə gedə biləcəyinə heç vaxt inanmır. Bu da onu daxili olaraq artıq təslim olduğunu göstərir. Son olaraq bunu deyə bilərəm ki, Bekir obrazına baxdıqda onun çox ciddi dəyərsizlik və yetərsizlik problemini yaşadığını görürük. Bununla yanaşı öz real duyğularına və öz mənliyinə heç vaxt toxuna bilməməsi də onun həyatını oradan oraya sürükləyən əsas səbəblərdən biridir. Necə ki, Uğur hər dəfə şəhər dəyişdikdə Bekir də onun arxasıca özünü həmin şəhərdə tapması kimi. Bəs Bekir nə etsəydi xoşbəxt ola bilərdi? Uğurdan uzaq qaldığı anları mənalandırmağa çalışsa, mən niyə bu qədər əzab çəkirəm sualını özünə verməli idi. O bunun əvəzinə sanki yarasına davamlı olaraq belə yalandan bir yara bandı yapışdırır və nəticədə o yara heç vaxt sağalmır. Biz filmdə əsas olaraq bunu görürük ki, əgər insan öz daxili izdirabı ilə üzləşməyə dözə bilmirsə, bir nöqtədən sonra o izdirabın onun həyatını ələ keçirməsi qaçınılmaz olar. Video bu qədər. Növbəti videoların nə haqqda olmasını istəyirsinizsə şərhlərdə bildirə bilərsiniz.